Mən bunu açıq deyim, bu kənddə yol yox. Vallahi indi baxırlar statuslara, deyirlər arkadaş, cəmaət gedir qazla. Bax, odun yandırırsan, təzək yandırırsın, odun yandırsınız. Bu zülmdür, bu əziyyətli işdir. Bu xanımların gördüyü... Onun tüstüsü, onun odu, ay. Ataların, babalarından öğrenmiş, görmüş. Ama bir tək səninlə iş olmayacaq axı. Mən də istəyirəm, bax sənin kəndində bir nə qədər ev var? Ay sağ nə qədər ev var? O evlər niyə boşdur indi? Onlar boşdur deyəndə onlar bu kəndi sevməyib, minnət edeyim. Ay sağ ol. Çetin oldu. Mənə bax, indi kişi desə gedək Bakıya, razılaşıb gedərsən. İndicə yox Bakıya İndi də gedib neyniyək? Uşaqları göndərərik də bir şey. Deyirəm, birdən kişi desə də, demir. Demir. Deməsən hə? Axırıncı gedəcəm bu kənddən. Doğrudan. Ha, mən Bağlısan kəndə. kəndə bağlıyam çox. Bu dağları, bu havası, mən onu da bilmirəm. Valla. Onu da bilmirsinizsə baş Ya, çək ya, tez-tez. Bəs anan atanın məzarı bu kəndədirmi? Məzarı Sağdırlar, sağdır, buna atası da görə sağdır, anası da sağdır. Kurs eləyir. Sağ ana ata. Bəli. Sənsən, bayaq sən Var, var, qardaşlarım, bacılarım var, anamla tam qalmayıb. Necə yetimdə mənim kimi kişi var, yetim olar o. Yox da, düz elə ərin var da yetim deyil niyə sayır? Elə deyirəm də sana. Allah sağ olsun, 4-5 dənə qardaşı var onun var. Allah korusun. Ha, bacıları var. Xətrinə deyəndə küsüb qonşuya keçir, yoxsa o bir otağa keçir? Heç otaq, bir otaq bir olar. Bir otaqda da Bir qalır. otaq, bir otaq. Oyda, sən onda deyinirsən o qulaq asır. Köçsə də mən divanda otururam, orada stolda o da. Danışmırsınız bir-birinizdən, amma yenə bir evdə. Yox, arada çay süz deyirəm, süzür. Onu bilirəm, vurğuna hara vursan indi. Allah and olsun, mən bu şəraiti gördüm, bura çox çətindir. And olsun Allaha bunlar o cənnəti satın alıblar da o cümlə var. Bu vəziyyətdə yaşayırlar. Neyniyək? Uşaqları çıxartmağa can atıram burada. Biri üçün eləmişəm, bunlar üçün gələcəm, Allah qoysa. Yəni oğul da deyirsən getsin, kimdən qalacaqsan biz? Gidirik də biz də. İşləyə bilməyəndə. Bəlkə gəlin razı olmayacaq, sən onunla gedib qalarsan, hə? Olacaq. Boynuna qoyursan, neydi? Olacaq. Seçib getirmişək gəlinləri. Oğlanlarıma inanıram. Gəlinləri seçib getirmişək. Valla bir iki il heç kim heç nə anlamır. Mən gəzib getirmişəm. Mən 2 il Germaniyada suluş işləmişəm. 2 il Germaniyada olmuşam. Mən o başdan gəzə gəlmişəm. Orada da seçib gətirinləri getirmişəm ki, biz qocalanda bizi də bir hörmət qoysun. Bir də oğul dedi ki, ana siz qalın burada. Mən gedim özümə bir iş qurum, sonra sizi gətirərəm. Hələ oğlu büyütməmişəm.